Sədaqət xanıma təşəkkür edirəm ki, bu kitabın təqdimatı üçün bizim məkana seçib, bizdə bu tədbirin keçirilməsinə razılıq verib. Mən Sədaqət xanımın yaradıcılığına tanış olanda gördüm ki, onun minlərlə məqaləsi var və 35 kitabın müəllifidir və kitabları Azərbaycan, Ləzgi, Rus və Türk dillərində nəşr olunub. Bu Azərbaycan üçün böyük uğurludur. Hər birinizi burada görməkdən məmnunuz, hər birinizi salamlayırıq. Əminəm ki, faydalı bir tədbir olacaq. Buyurun Sədaqət xanım, söz sizdir. Çox sağ olun Sərxan bəy. Xoş gördük dostlar, mənim əzizlərim. Mənim üçün çox fəxrdir ki, sözün işığına gəlmişsiniz, qələm sahibinə dəyər verib gəlmişsiniz. Biz yazıcılar əsərlərimizə ürəyimizdən, həyatımızdan zərrəciklər əlavə edirik. Və əgər oxucular bizi bəyənirsə, sevirsə, deməli bu sevgiyə görə yaşamağa dəyər. Libraf Kitab Mərkəzinə minnətdarlıq eləmək istəyirəm. Mənim üçün çox böyük fəxrdir ki, onlar bu gecəni təşkil ediblər. Son bir ildə 4 kitabım çapdan çıxıb, 4 kitab, 4 övladdır. Mən yol ayrıcında romanımı göz yaşları ilə yazmışam və onu tamamlayanda hönkür-hönkür ağlamışam. Və elə istəyirdim, o kitab üçün ayrıca təqdimat keçirdim. O cümlədən hardasan əvvəlki mən şeir toplumu çapdan çıxardığımda çox istəyirdim. Bir dənə gözəl təqdimat keçirdim, yenə qismət olmadı. Hisserin kimi Ləzgi dilində kitabım çap olundu, hazırlıq gördük, yenə başqa bir tədbir çıxdı. Amma Soyuq Günəş mənim taleyimdə xüsusi rolu olan bir kitabıdır. Bu kitab 20 il əvvəl yazılıb, 2003-cü ildə və işıq üzü görüb. Mən həmin Ləzgi variantı əsasında film üçün ssenari yazmışam. Kitablarımızı oxuyanlar minlərlə olur. Amma bir filmi 15 milyon insan izlədi. Elşən Zeynalov gözəl bir film çəkdi. Biz bərabər əl-ələ bir film ərsəyə çatdırdıq və gözəl aktyor heyəti ilə. Mən istəyərdim ki, onlar bura qalxsınlar. Çünki əsərin sevilməsində ən çox onların rolu oldu. Çox sevinirəm ki, 2 yarğunat da bu gecə buradadır. İranəni təqdim eləməyə ehtiyac yoxdur. Və Firəngiz Babayevanın ağlatmadığı bir insan qalmadı. Həmdullah obrazı var filmdə və hamı onun oyununa heyran qaldı. Niyaz Qasımov bizim Azərbaycan səhnəsində olsa çoxlu rolları var, amma Həmdullah təkrarsızdır. Və bizim Yarmətin anasını sevdiz yəqin, Afsiyat xanımı, Dilarə Fərəcullayeva. Bizim Yarmətin ən yaxın dostu Qurban Əhmədov, tanınmış aktyor. Bizim Məhəmməd dayımız, Ədalət Abdülsəməd, Flora xanım Hüseynova, bizim Mədinəmiz. Gözəl aktrisamız, gənc və istedadlı Aygün Fətullayeva. Ən çox filmdə əziyyət çəkən adam filmin operatorudur. Və Elxan Rüstəmov olmasaydı bu film belə gözəl alınmazdı. Bizim gözəl rəssamımız Sevda Məmmədova. Filmə 3 dildə 15 milyon insan baxıb. Amma orada bir mahnı var. Yarğunatın mahnısı. O mahnını bizdə YouTube üzərindən 3 milyon yarım əhali hələlik qulaq asıb və dəyərləndirib. O mahnını ifa edən bir gözəl qızımız var. Elvina Heydərova. Bu saat mükəmməl ssenari tapmaq aktyor aktrisa üçün çox çətin bir şeydir. Biz çox fəxr elədik ki, yəni Azərbaycanımızda yenə də ssenari yazmaq, yenə əsərlər yazmaq üçün insanlar var. Sədaqət xanıma təşəkkür edirəm. Çox sağ olsun ki, belə bir ssenari ərsəyə çıxartdı. Bu filmlə də bir daha sübut elədi ki, Azərbaycan aktyorları var. Ekün yarım yaralar, yar bolaqda yaralar. Ekün yarım yaralar, yar bolaqda yaralar. Saz yargona səyir.
yar qonasayı Yara qona yarala Yardin dor yar qonat Yardin qoy yar qona Yara vay yar qona Nisfin yar tunazum Yardin dor yar qonat Yardin qoy yar qona Yara vay yar qona Nisfin yar tunazum Sədaqət xanımın jurnalistikada ən böyük işi ondan ibarət olub ki, əvvələn qocalar evi və yetimxanalar haqqında məqalələri ilə Respublikanın bəzi rəhbər işçilərini bu sahəyə fikir verməyə məcbur edib. Sədaqət xanım ilk dəfə Azərbaycanın dövlət himnini ləzgi dilinə elə gözəl tərcümə edib ki, elə bilirsən ki, elə ilk dəfə bu himn ləzgi dilində yazılıb. Sədaqət xanım elə şairdir ki, ilk dəfə 2021-ci ildə Dağıstanın Süleyman Stazki rayonunda fleşmob keçirdi. Orada Süleyman Stazki adına parkda 300 nəfər Sədaqət xanımın Biz Qartallarıq şeirini əzbərdən xorun oxudu. 1993-cü ildə onun Hal kitabı çap olunanda o kitab 20 günə yoxa çıxdı. Yəni hamı o kitabın sorağına gəldi, redaksiyadan o kitabı da almayan adam qalmadı. Kitabxanadan bir kitab əlimə keçmişdi, Qərib Quşun Nəğməsi. Və o kitabdakı şeirləri özüm üçün əzbərləyirdim. Baxdım ki, kitabın üstündə yazılıb Sədaqət Kərimova. Mənim təxminən 12-13 yaşım var idi. Fikirləşdim ki, bir dəftər tutum. O dəftərə yazım o şeirləri köçürüb, xoşuma gələn şeirləri və onu həmişə gizli saxlayıb, heç kəs görməsin, heç kəs bilməsin. Və o şeirlər məndə elə bir cəsarət yaratdı ki, Sədaqət xanım bəlkə özü də bilmir ki, o nə qədər insanı cəsarətli edib. Mən buna görə Sədaqət xanıma təşəkkür edirəm. İllər boyu Sədaqət Kərimovanı axtarmışam. İctimai radioda belə bir veriliş vardı Azərbaycanlılar. Eşitdim ki, aparıcı təqdim elədi ki, qonağımız Sədaqət Kərimova. Gəldim, dayandım, verilişə qulaq asırdım. Çıxandan sonra dedim, siz Qərib Quşun Nəğməsini yazan Sədaqət Kərimovasınız. Dedi, bəli. Şeirləri əzbər deməyə başlayanda Sədaqət xanım heyrətləndi, qucaqladım onu, dedim, Sədaqət xanım, siz heç bilirsiniz, mən sizi 13-12 yaşından axtarmışam və nə yaxşı. Və kitabxanadan götürdüyüm həmin o kitabı da, Qərib Quşun Nəğməsi kitabını da kitabxanaya qaytarmamışdım. Bu bir növ uğurluq sayılır. Bu yaxınlarda həmin kitabxananın müdürü ilə təsadüfən verilişlərin birində rastlaşanda dedim, sizdən kitabı uğurlamışam, amma sevdiyim şairin kitabıdır, mənə halallığını verin. Və bu əlimdə gördüyünüz dəftər bugün azadlığa çıxır. Çünki mən burada eləşən böyüklərdən üzr istəyirəm. Mən onu əvvəllər anamdan gizlədirdimsə, sonraki illərdə həyat yoldaşımdan gizlətməyə başladım. Dəftərdə birinci şeir belə adlanır, qəribədir. Qəribədir həyatımız. İnsanlar da, mən özüm də. Təbiət də qəribədir. Qəribədir biz hamımız. Tanışlıq da, ilk görüş də, məhəbbət də qəribədir. Qəribədən qəribəyik, niyə axı biz bilək? Milyonların arasında yaşayırıq, milyonlarla görüşürük, danışırıq, milyonların arasından tək birini axtarırıq. Tək birinə könül verir, bağlanırıq. Qəribəyik, niyə axı biz bilək? Biz Sədaqət xanımın Azərbaycanın görkəmli ədibləri seriyasından Azərbaycan Milli Kitabxanasında biblioqrafiyasını nəşr eləmişdik. Azərbaycan Milli Kitabxanasının saytından da açıb həmin biblioqrafiya ilə tanış ola bilərsiniz. Orada 3 dildə Sədaqət xanımın həm Azərbaycan dilində, həm ləzgi dilində, həm də rus dilində bütün 1966-cı ildən son illərə qədər olan bütün yaradıcılığı, məqalələrinin siyahısı, biblioqrafik təsvirləri verilir. Sədaqət xanımın Soyul Günəş əsərini redaktör eləyəndə ləzgi xalqının nümayəndələrinə böyük bir sevgi yaranıb mənim ürəyimdə. Heç bir Azərbaycan yazıcısı əsirlikdə olan İkinci Dünya Müharibəsi iştirakçısının əsirlik taleyini yazmamışdı indiyə kimi Sədaqət xanım. O əsərlər Sovet dövründə yazıldığına görə əsasən müharibənin özü təsvir olunur. Müharibədən sonraki quruculuq illəri və müharibə dövründəki Azərbaycan təsvir olunur. Sizə çox təşəkkür edirəm ki, belə bir əsər yazıb Azərbaycana, həm də öz ləzgi xalqınıza bəxş eləmisiniz. Yurdu üçün yandırıb ömrünü şam.
sənət aləmində var köməyi ilham. Duyğuları başında canlı izdiham təki, gül ətirli əməyin təravəti səbəbi. Elm tarlasındakı qələmi kotan təki, alnı açıq, üzü ağ, bəyazdır kətan təki. Sancıb zəfər bayrağın zirvəyə çatan təki, ucalıqdan söyləyib həqiqəti sədaqət. Dağ ola bilənlərin yanında hörməti dağ, sözlərin mayasında elmi, fəziləti dağ, çətinliyə çarədir, çox müşkül edib dağ, alıbdır Şah dağından sücayəti çək. Şah dağının qarı tək, ağ şəfəqli üzü var. Neçə idraka nüfuz edən sözü var. Cığırla getməyibdir, cığır açan izi var. Əcdadından alıbdır məharəti sədaqət. Ürəyinə yığılıb xalqın istirabları, Tanrıya ünvanlıdır müqəddəs xitabları, əldən ələ dolanıb yazdığı kitabları, şeiriyyət dünyasının bir zinəti sədaqət. Şeiriyyət dünyasının bir zinəti sədaqət. Nəsrə ilk gəlişim Səssiz Haray povesti ilə olub. Mənim ilk çap olunmuş povestimdir və 40 il əvvəl çapdan çıxıb. 40 il arzusunda olmuşam ki, onu ekranlaşdırım. Və o Səssiz Haray filmini reallaşdıran baş qəhrəman bizim sariyatımız İlhamə Əhmədova. O qədər gözəl, böyük ürəyi var ki, Sədaqət xanımın yazdığı hər bir obrazı yaşayıb yaradır. Çünki insanın böyük ürəyi var, böyük qəlbi var. Çox xoşbəxt insanam ki, Səssiz Harayda sariyatlı oynadım. Çox böyük, dərin, gözəl bir obrazdır. Artıq onu Sədaqət xanım kimi yaşamaq lazımdır. ve yaratıcı dostu kimi baxımdan ilk oxumağa başladığım məqamdan onu bitirənə qədər bir saniyə dayanmadım. Doğrudan ilk məqamdan məni çəkdiyi üçün oxumuşdum və bir məqamı da qeyd elədim orada ki, niyə Nobel mükafatları verilən məqamda Sədaqət xanımın adı olmasa, nədən bu əsərə
mükafat təqdim olunmasın və dünyanın ədəbiyyatının da yer aldığı o məqamlar, məsələn, Nobel olmasın. Sədaqət xanımdan xahiş edirəm sizin qarşınızda Hal romanını hökmən ssenariləşdirib film halına salmalıdır. Bəlkə onda dünyanın, belə deyək, film və ədəbiyyat kartfeylərinin diqqətini çəkə bilər və Nobel mükafat verə bilər. Когда я прочитала повесть «Блажная», я плакала. А когда прочитали рассказ «День рождения», моя внучка рыдала. Я не знаю, вы читали или нет, это шедевры. Кроме того, у меня есть пенсионерки-подружки-москвички, я их заразила вашим творчеством. Они сейчас все читают повести, романы и рассказы. Но сейчас все пришли с подарками, сюрпризами. Я тоже принесла свою книгу «В унисон с тобою». И я очень хочу, Садакат Ханум, это у меня огромное желание, чтобы следующий фильм был «Блажная», президентский альбом. Я вам всем советую читать и рыдать. Təsvir eləmişəm və ağacın üzərində olan kitablarınız Güzel hediyeler, sağ olun. 44 gün müharibədə Azərbaycan ordusunun gücünü göstərən, Azərbaycan xalqının igidliyini göstərən bizim igidlərimiz Sədaqət xanımın da şeirlərindən, povestlərdən, romanlardan bəhrələnərək vətənpərvərlik ruhuna bir zənginlik getirmişsiniz. Ona görə də həmən o Qarabağ savaşda Sədaqət xanım siz də savaşmışsınız. Həmən o ürəklərdə savaşmışsınız. Çünki vətənpərvərlik ruhu insan doğulanda onda yaranmır. Vətənpərvərlik ruhu xalqdan, cəmiyyətdən, yazarlardan, şeirlərdən, nəğmələrdən yaranır. Bugün onun haqqında çox demək olar və burada oturanlar hamısı demək istəyir öz xoş sözlərini. Siz xalqın yazıcısısınız, siz xalqın şairisiniz, siz xalqın bəstəkarısınız və bu adı qazanmaq çox çətindir. Təbrik edirəm sizi. Mən çox xoşbəxtəm ki, Sədaqət xanımın 2 ekran işində yer almışam. Birinci Soyuq Günəş filmində Qatvar obrazı və sonuncu Səssiz Sarayda gənc Sənubər obrazını. Dünya ədəbiyyatına əgər biz nəzər salsaq, həmişə görərik ki, kitablar filmə həmişə üstələyir. Yəni, qələm həmişə daha güclü olur. Amma Sədaqət xanım filmlərində bu paralel gedir. Çünki həm Soyuq Günəş, həm Səssiz Saray çox uğurlu filmlərdir. Sədaqət xanıma həm də ona görə təşəkkür edirəm ki, Azərbaycan kinosuna yaxşılıq edir. Azərbaycan kinematografiyasına töhfələr verir. Bugün müasir dövrümüzdə nəzərə alsaq ki, Azərbaycan kinosu üçün öz gücünə, öz hesabına işlər görən insanlar çox azdır. Sədaqət xanım bizim Azərbaycan kinosu üçün çalışır, aktyorlarımızı tanıdır. Burada Soğuk Günəşdə insanlar var idi ki, məhz o filmdən tanındılar. Siz o filmdən onları sevdiniz. Burada əmək çoxdur, əmək yəni danılmazdır. Mən bu şeiri çox bəyəndim və ona görə də indi icazənizlə səsləndirmək istəyirəm. Mənə bugün ilə yaşa deyirlər. Bugünün Cəmşirin fəlsəfəsi ilə. Gərdişin biraz qəlb, sərt nəfəsiylə. Hamı tək bir ömrü başa deyirlər. Biraz müasir ol, dəyiş başqalar. Səni bitirəcək bu sonsuz təlaş. Bir qədər arsız ol, biraz da vecsiz. Hər şeyin sonu var, tükənir, geç tez. Milyarlar dəyişir, ondan sənə nə? İnsanlar dəyişir, bundan kimə nə? Fikirlər dayaza daşınır olsun, ürəklər surətlər aşınır olsun. Tələbkar olduğun yetər deyirlər, düzlük axtaranı eləyirlər. Gəl, az çırp özünü divara daşa, coşma əbəs yerə, hamı tək yaşa. Neynim, vecsiz olmaq məndə alınmır. Bu hava ruhumda əsla çalınmır. Ümidim var, gözəl zamana mənim. Gündüz var, qaranlıq gecəyə qənim. Alimlərin, yazıçıların, şairlərin oxşarlığı nədədir? Yuxusuz gecələr. Mən 600 məqələnin müəllifəm.
Bilin ki en azı 600 gece yattım. Ne kadar o yaptı, Sədaqət xanım Allah bilir. 600'den dışım olur. Ben size arzu ediyorum, gene geceler olsun size. İşleyersiz müveffekiyetler olsun size. Can sağ olun size. Mən öz-özümə sual verirəm ki, niyə sizin yaradıcılığınızı bu qədər sevirik? Və düşünürəm ki, siz özünüz boyda ürəksiniz. Sizin ürəyinizdə bu qədər obrazlar, bu qədər xarakterlər necə yerləşə bilər? Siz hər kəsin dili ilə danışırsınız. Siz bir söz deyəndə, bir cümlə deyəndə deyirəm, bu mənim ürəyimdən gəldi. Çünki siz xalqı hiss edirsiniz. Bu öz başına yaranmır. Bu sizin onlara olan sevginizdən yaranır. Mən sizə minnətdaram ki, siz belə yana-yana hər obrazınıza yanaşırsınız. Biz sizi buna görə sevirik. Allah sizi var eləsin. Yaşayın, yaradın. Biz də ruhlanaq. Sənin görüşünə gəlmişəm ana. Bu görüş ağırdır, ah necə ağır. Mənim ürəyimə qapqara kədər. Sənin məzarına bəyaz qar yağır. Mən hardan biləydim, nədən biləydim, səni əlimizdən alacaq ölüm. Bir gün qapımızdan içəri girib, ayrılıq nəğməsin çalacaq ölüm. Bilsəydim onunla cəngə çıxardım, bilsəydim ölümə sinə gələrdim. Bilsəydim göz dikib sənə ölümü gözündən güllələyərdim. Varlığın bayrammış, bilməmişəm mən. Yoxluğun anlattı bu həqiqəti. Analı quzuydum, xınalı quzu. Tapıb bitirmişəm bu saadəti. Sənin görüşünə gəlmişəm ana. Bu görüş ağırdır, ah necə ağır. Mənim ürəyimə qapqara kədər. Sənin məzarına bəyaz qar yağır. Xalqa sevgisini kazanmak asan değil. Sədaqət xanım buna 100% nail oldu. Çünkü onun ürəyi xalqlandır. Sizin əsərlərinizdə cəryan olan hadisələr cəmiyyəti düşündürən hadisələrdir. Siz əlinizdən gələni eləyirsiniz və onun üçün də xalq sizi sevir, sevəcək, sizi həmişə də qiymətləndirəcək. Gözəl əsərlərinizlə bizi daha da sevindirməyi çok xahiş edirik hamımızın adından. Qusar və Qusarlılar kitabı, o boydakı da həqiqətən mən o kitabı oxudum, çox heyrətləndim ki, hər bir kəndi addım gəzəsən, hər bir ziyalı haqqında, alim haqqında, şəhid haqqında o boyda əsər yaratmaq, bu hər adamın işi deyil. Həqiqətən də Sədaqət xanım, mən sizi çox sevirəm və bundan sonra da sizə can sağlığı və uğurlar arzulayıram. Mən fikirləşirəm ki, sizin uğur qazanmağınızın bir səbəbi də siz həmişə gənclərə, istedadlı insanlara dəstək olursunuz. Başqasının uğuruna sevənə həmişə Allah Taala da uğur bəxş edir. Və bu keyfiyyət həmişə mən bilirəm və bizim də müxtəlif tədbirlərdə siz həmişə dəstək olunursunuz və kömək edirsiniz. Ümumiyyətlə, insan orijinalda, məsəl üçün, Shakespeare İngilis dilində oxuyanda, Dostoyevski Rus dilində oxuyanda və mən Sədaqət Kərimovanı ləzgi dilində oxuyanda xüsusi bir zövq alıram. Ona görə mən çox danışmaq istəmirəm. Qısa bir təklif edin ki, bizim Azərbaycanlı qardaşlar ləzgi dili öyrənsinlər və Sədaqət Kərimova kitablarını orijinalda oxusunlar və o ləzzəti, o həzzi hiss eləsinlər. Çox sağ olun, təbrik edirəm. Biraz qəribəyəm. Biraz qəribəm. Fikrə, xəyala meyilliyəm. Başa çıxa bilmirəm niyə, nə üçün özümdən bu qədər ileyliyəm mən. Bəzən kədərliyəm, bəzən həzinəm, kövrəlib doluram bəzən heç nədən. Anlaya bilmirəm. Görəsən nədir məni bu qədər pərişan edən? Bəzən fərəhliyəm, bəzən neşəli. Könlümdə min arzu istəyə dolaşır. Bir gizli vulkanın gizli ocağı içimdə elə hey alışıb yanır. 92-ci ilin avqust ayında Kayseri'də olanda
Orada bir kənddə 4 ailə var idi Azərbaycandan. İkinci Dünya Müharibəsində əsir düşmüş adamlardı. O adamlardan biri buradan Azərbaycandan hardan olduğunu bilmir. O dedi ki, atam burada evlənəndə ilk övladına qoyduğu ad bu Ləzgiyə idi. Mən barmağımı dişlədim ki, bu kişi nə olur olsun Ləzgi olacaqdır. Gəldim, mən o gördüklərim haqqında Ziləli Azərbaycanlılar məqaləsini yazdım. Odlar yurdu dövrdə çox oxunurdu. Heç bir reaksiya vermədi. Heç kim. Sədaqət xanımla xahiş elədim ki, sən bir şey yaz. Həqiqətən də yazdı, çap elətdi. Heç 10-15 gün keçmədi ki, Sədaqət xanımın harayı gəldi ki, həmin adamın burada qohumları tapılıb. Yəni Sədaqət xanımın qələmi, gücü o qədər qüdrətli oldu ki, o bir cümlə əsasında onu tapdı, tapandan sonra povest yazdı, povestdən sonra Soyuq Günəş filmi çəkildi. Yəni Sədaqət xanım qığılcımı alova çevirən bir jurnalist, qığılcımı alova çevirən bir yazıcıdır. Bizim Folklor İnstitutunda bir neçə illərdir düşünürdük ki, Azərbaycanda xalqlar yaşayır. Bu xalqların dillərində folklor nümunəsi tapılır, toplayaq. Sədaqətə dedim, gələk sən Ləzgi xalqının folklorunu toplayasan. Sədaqət xanım işi nə qədər çox olsa da buna razılaşdı. Və biz Folklor İnstitutunda az sayılı xalqların folkloru şöbəsini açdıq. İlk kitablardan biri kiminki olsa yaxşıdır. Ləzgi xalq folkloru. Onu da hazırlayan kim oldu? Sədaqət xanım mənim bacım. Bu yaxınlarda atamın, o Azərbaycanın görkəmli professorudur. 90 yaşı tamam olanda atamdan bir sual verdim ki, ata, nədən 50'den çok dərsliyi olan onlarla alimlər, elmə namizəd yetişdirən bir görkəmli professor indiyə qədər bir medal, ordinal vardı. Atam bu sualına dərhal belə cavab verdi ki, Azərbaycanın belə bir kəndi, belə bir rayon tapılmaz ki, mənim medallarım burada olmasın. Yetişdirdiyim tələbələrdir. Bugün Sədaqət Kərim olur. Artıq Azərbaycanın hər bir güşəsində, təkrar öz doğma qusaqda yox, hər bir güşəsində o məktəbi yetişdirib. Bugün o məktəb artıq çox qıraqlara çıxır. Bugün artıq qonşu ölkələrdə hər yerdə o məktəbin tələbələri yetişir və o məktəbin tələbələri də onun medalları, o orderləridir. O Azərbaycanın xalq yazıcısı, xalq şairi yox, o bütün bəşəriyyətin xalq yazısıdır. Bəşəriyyətin şairəsidir, uğurlar dilərim. Yeni eğilir. Yaman dəbə minib yalan nağılır. Dünən qurulan ev bugün dağılır. Dəyəri bilinmir zehnin, ağlın, sayan yox tay mərdi, igidi dünya. İtirib kökünü, danıb soyunur, atıb abrını hamı soyunur. Ekranda daima şəhvət oyunu, daha eşidən yox öyüdü dünya. Yalandan, hilədən yapıb yarağı, götürən tapmazsan çəkic orağı. Laxlayıb sütunu, uçur dayağı, gör nəyə bənzəyir, nə idi dünya. Yanan körpülərin çoxalıb sayı, keçilməz olubdur çaylağı, çayı. Dərin duyğuların çıxandan zayı, zor ilə, qan ilə öyündü dünya. Gözümüz önündə insanlıq itir, dünənki gülzarda qanqallar bitir. Üz var ki deyəsən özünü yetir, Allah'ın sızlayan neydi dünya? İndi Ləzgi dilində bir şeir oxuyacağım. Vuçin, hikin, destnizluhum, qızaq xanva rik xadayvur, juvan bura qoner hamçiz, batan burun xil xadayvur, xayi burun kran aldı, damaxiyiz çizma çirbur, Caradan elvine buna juvan melez fizma çirbur. Baraxan içi arada can qudayvur carat badal. Ha buru baxna dilay, qala qudda göz verət raul.
Şumud taksir ili daval, şumud günah do da khive, vunrak alif tada ada, hatay çavu sadra keve. Agat da çvav khayidi hiz, luhu da çva saksan gav. Akoz qesab burun, hisserin dar, jezve çulav. Sabire da du çerik iqam, çun yağal bur, çun qayı bur. Жвам брун рикер дардай, луху женни час хайбур.